Yenə müsahibə suallarının izahı ilə davam edirik və müəllimlər hal-hazırda mənə bu gün düşən digər müsahibə suallarını göndərdilər. Sualları sizlə paylaşıram. Həmçinin suallara necə düzgün şəkildə cavab vermək lazımdır, onları da vurğulayacağam. Birinci sualda qeyd olunur ki, stresli vəziyyətlə qarşılaşanda siz nə edərsiniz? Adətən necə davranırsınız? Bu bizim emosional vəziyyətimizi yoxlamaq üçün bizə verilən sualdır və suala belə cavab versək məqsədə uyğun olar ki, stresli vəziyyətdə ilk öncə sakitliyimi qoruyuram, vəziyyətlə bağlı bir analiz, təhlil aparıram və uşaqlara nümunə göstərərək sakit və prosesə ardıcıl yanaşıram. Lazım olarsa, ehtiyac yaranarsa, həmçinin həmkar yoldaşlarımla da məsləhətləşərəm. Yəni bu məqamda stresli vəziyyəti idarə etmək üçün. İkinci məsələdə qeyd olunur ki, əgər uşaq aqressiv davranış göstərərsə, bu halda hansı yanaşmadan istifadə edərsiniz? Yenə də görürsüz, emosionallıqla bağlı bizə verilən sualdır. Ümumiyyətlə, uşaqların aqressiv yanaşması müxtəlif səbəblərdən dolayı ola bilər. Bu, uşaqların böhran dönəmləri ilə bağlı və s. məsələ ilə əlaqəlidir və uşağın davranışının səbəbini yenə də başa düşməyə çalışaram. Onu həmin an üçün sakitləşdirərəm. Doğru davranışı uşağa bir rol model olaraq göstərməyə çalışaram ki, yəni elədiyi hərəkətdə yanlışlıq varsa bunun fərqində olsun. Bir də çalışaram ki, ona müsbət gücləndirmə üsullarından istifadə edərək dəstək olum. Yəni burada qətiyyən uşaq aqressiv davrandı deyə biz ona cəza üsulu verək, müəyyən cəza üsullarından istifadə edək. Təbii ki, bu yanaşma yanlış olacaq. Üçüncü sualda valideyn uşağı vaxtında bağçadan götürmədikdə bu vəziyyəti necə həll edərsiniz? Təbii ki, bu bir dəfə qarşılaşdığımız hal olarsa, yəni empatiya nümayiş etdirərik. Amma bu hal davamlı şəkildə baş verirsə, artıq bu problem kimi qarşıya çıxır və bu zaman valideynlə mütləq səmimi şəkildə əlaqə yaradaram, yəni əlaqə saxlayaram. Vəziyyəti valideynə izah eləyərəm. Mümkün həll yollarını onunla bərabər müzakirə eləyərik. Uşağın narahat olmaması üçün məşğələlərlə, yəni həmin vaxtda da valideyn gələrsə, uşağı məşğələ ilə, oyunla çalışaram məşğul eləyim ki, uşaq bu vəziyyətin fərqində olmasın. Həm də valideynə öz hüquqlarını, vəzifələrini xatırladaram ki, yəni valideynin vəzifəsi övladını uyğun bir zamanda məşğələ prosesi bitdikdən, həmçinin bağçada ümumiyyətlə iş saatı bitdikdən sonra gəlib uşağı bağçadan götürməsidir. Əgər ki, bu hal davamlı olaraq təkrarlanarsa, qarşıya çıxan problemləri valideynə izah eləyərəm ki, müəllimin də bu zaman evə gec getməsi və s. və bu problemi həll etmək üçün qarşılıqlı əməkdaşlıqdan istifadə etmək lazımdır. Yəni bunu vurğulasaq yetərlidir. Dördüncü sual, inkişaf yönümlü didaktik prinsipin mahiyyəti, adının mahiyyəti nədir və niyə görə bu şəkildə adlandırılıb? Ümumiyyətlə, bu prinsip uşağın fərdi inkişafına əsaslanır və təlim prosesini inkişaf səviyyəsinə uyğun qurmağa bizə köməklik göstərir. Və adı da ona görə belədir ki, məqsəd yalnız burada uşağa bilik vermək deyil, uşağın bütün sahələrdə inkişafını dəstəkləməkdir. Bilirik ki, inkişaf yönümlü prinsip həm bəli didaktik prinsiplərdə öz əksini tapıbdır. Yəni məqsəd hər tərəfli olaraq uşağın inkişafına şərait yaratmaqdır. Dövlət siyasəti prinsiplərini niyə tərtib eləyirlər? Dövlət siyasəti prinsipləri təhsil sistemində vahid standartlar yaratmaq, keyfiyyətin qorunmasını təmin etmək, uşaqların sağlam inkişafını dəstəkləməkdən ötürü tərtib olunur. Yəni biri var pərakəndəlik olsun, bir də var ki, standartlar olduğu halda təhsil prosesidir, ondan sonra keyfiyyətin qorunmasıdır. Bu kimi hallar qarşımıza çıxır və ona görə də biz dövlət siyasəti prinsiplərinin tərtibinə müsbət tərəfdən baxırıq ki, sağlam inkişafı dəstəkləməkdən ötürü bu prinsiplər tərtib olunmalıdır. Məşğələ müddətini, yəni dəqiqələrlə müəyyən olunmasının səbəbi nədir? Niyə görə yəni 10 dəqiqə müəyyən olunur? Ümumiyyətlə, uşaqların diqqəti, enerji səviyyəsi burada mütləq nəzərə alınır. Çünki kiçik yaşlı uşaqların diqqəti yayğın olur, enerjiləri tez yəni sərf olunur və qısa və konkret məşğələlərlə uşaqların marağını qorumaq üçün, öyrənmə effektivliyini artırmaq üçün 10 dəqiqədən başlayaraq məşğələ müddəti tərtib olunur.
Məsələn, burada xalq nağıllarına hansı nümunələri göstərə bilərsiniz? Bunlar vurğulanıbdır. Məsələn, müəllimlər, Şah və Kiçik Mələk nağılını deyə bilərsiniz. Ondan sonra Əlincə və Qızılgül nağılını deyə bilərsiniz. Dəvə və Tilki nağılını deyə bilərsiniz və s. Məsələn, həmin o nağıllarda təxəyyüldür, sonra əxlaqi dəyərlərdir. Bu məsələlər vurğulanıbdır. Sizdən şeir söyləməyinizi istəsək, hansı şeiri deyərdiniz? Biz müsahibə kitabında yaş qrupları üzrə şeir nümunələri təqdim eləmişdik. Təbii ki, görürsüz, bax, demir ki, şeir danışım. Deyir, yəni spontan olaraq birdən sizdən sorursam, hansı şeiri deyərsiniz? Burada da istədiyiniz bir şeiri, bildiyiniz hansısa bir şeir varsa, onu deyə bilərsiniz. İstəsələr ki, səsləndirin, o zaman da səsləndirirsiniz. Sonra bir mövzu üzrə məşğələ qurmağınızı xahiş etsək, məşğələni necə qurardınız? Gördünüz, yenə də məşğələnin qurulmasına önəm verilib. Yəni canlıda izah etmişəm. Hansı müəllimlər gələn müsahibə mərhələsinə getməyiblər, onlar mütləq həmin o canlıya baxıb orada yəni məşğələnin necə düzgün qurulma qaydasını izləməlidirlər ki, məşğələ qurduğumuz zaman ilk öncə düzgün məşğələmizi, məşğələnin məqsədini müəyyən eləyərik, standartı qeyd eləyərik. Əgər orada sizdən nümunə kimi istəyirlərsə ki, yəni bu məsələləri vurarsınız ki, məşğələ zamanı uşağın yaşına uyğun məqsəd qoyaram, tapşırıqlar planlayaram, əyani vəsaitlərdən, vizual materiallardan istifadə eləyərəm, təlim nəticəsini müəyyən eləyərik, qiymətləndirmə meyarı hazırlayarıq, düzgün iş üsulları, iş formaları seçərik və s. Sonra səhər fəaliyyətini necə planlayarsınız? Səhər fəaliyyəti uşaqların enerji səviyyəsinə uyğun olduğuna görə aktiv oyunlarla, qısa tapşırıqlarla, ünsiyyət hissələrini birləşdirərək planlayaram. Yəni məqsədim həm uşaqlarda idraki bacarıqları inkişaf elətdirmək, həm də sosiallığı qorumaqdır. Yəni bunu deyə bilərsiniz. İş üsulları və iş formaları arasındakı fərqi necə izah eləyərsiniz? Müəllimlər, biz bunu dərsdə də keçəndə çox əhatəli şəkildə məlumat vermişdim. İş üsulları uşaqların idraki səviyyəsinə uyğundur, iş formaları isə ünsiyyət səviyyəsinə uyğundur. Yəni iş üsulu məşğələnin necə aparılacağı metodikadır, forma isə həmin məşğələnin təşkilati formasıdır ki, bu qruplarla mı, fərdi, hansı formada təşkil olunur. Yəni bunun haqqında deyə bilərsiniz. Özünüzü qısa şəkildə təqdim edin. İndi bu ən başda olmalıydı sual. Sadəcə müəllimlər hansı ardıcıllıqla demişdilərsə, mən də sualı o formada müsahibə sualına keçirdim. Ona görə bu sual axıra düşdü, amma normalda özünü təqdim etmə əvvəldə olur və müəllimlər, özünüzü qısa şəkildə təqdim eləyin də deyəndə burada adınız, soyadınız, bunları vurğuluyursunuz. Əgər təcrübəniz varsa ondan danışa bilərsiniz. Özünü təqdim etməklə də bağlı bilirsiniz ki, yenə də mən sizlər üçün yəni qısa video şəklində çəkib təqdim etmişdim. Və burada müəllimlərimiz yenə əlavə suallar yazıblar. Davam eləyək müəllimlər. Sualları da bura qeyd elədim ki, həm sualları gözünüz görsün və cavablarına da birlikdə baxaq. Sensor tərbiyə nədir? İlk öncə sensor inkişafın nə olduğunu vurğuluyuruq ki, hiss üzvləri vasitəsilə ətraf aləmi qavramaqdır və sensor tərbiyə zamanı uşaqların duyğu üzvləri görmə, eşitmə, qoxu, dad, toxunma, yəni bunlar ön planda olur və bunlar vasitəsilə uşaqlar ətraf aləmi tanıyır. Öyrənməyə şərait yaradırlar. Məqsəd uşaqların duyğularını inkişaf elətdirmək və motor bacarıqlarına şərait yaratmaqdır. Kiçik yaşlı uşaqlarla gəzinti zamanı hansı fəaliyyətləri təşkil eləyərsiniz? Gəzinti zamanı müəllimlər təbiəti müşahidə etmək ola bilər. Uşaqlara sadə tapşırıqlar vermək olar ki, uşaqlar gəlin təbiətdə gəzinti zamanı rəngləri tapaq, quşları sayaq. Yəni burada yaş xüsusiyyəti də mütləq nəzərə alınmalıdır. Oyunlarda fiziki hərəkətdir, yəni bu fəaliyyətləri təşkil eləyərəm. Bu fəaliyyəti çalışaram həm öyrədici edim, həm də əyləncəli olsun. Əgər bir uşaq başqa bir uşağı dişləsə, nə edərsiniz? Təbii ki, uşaqları bu vəziyyətdə sakitləşdirməyə, yəni mühiti, ortamı sakit etməyə çalışaram. Dişləmənin düzgün olmadığını uşaqlara izah eləyərəm. Davranışı düzgün istiqamətə yönəldərəm. Uşağın emosiyalarını dinləyər və alternativ həll yolları ilə ona düzgün davranış yolları göstərərəm. Bunu bir nağıl üzərindən də maarifləndirici uşaqlara dişləyən uşaqların əlaməti və ya bir uşağın başqa bir uşağı dişlədiyi zaman qarşı tərəfin bundan necə narahat olduğunu bir nağıl üzərində də uşaqlara çatdıra bilərəm. Valideyn narazılıq etsə və sizlə razılaşmasa nə edərsiniz?
Belə hallar ümumiyyətlə bağçada çox olur və biz tənqidə açıq bir insan olduğumuz üçün, bir müəllim olduğumuz üçün etik davranış qaydalarında da bilirik ki, valideynlərin, yəni narazı valideynlər var və narazı valideynlərin fikirlərini bizə bildirəndə onu dinləyərəm, səbəbini başa düşməyə çalışaram, səmimi şəkildə izah eləyərəm. Uşağın inkişafıdır, təhsil prinsipləri əsasında valideynə yanaşmalar təklif eləyərəm və çalışaram ki, kompromisə gedim. Yəni yola gedim, güzəştə gedim və problem nədirsə onu aradan qaldıraq. İndiyənə qədər hədəfləriniz çatmısınızmı və bundan sonra nə məqsədiniz var? Uşaqların inkişafını dəstəkləməklə bağlı, təlim prosesində keyfiyyət yaratmaqla bağlı deyə bilərsiniz ki, hədəflərimə çatmışam və gələcəkdə də məqsədim daha geniş təhsil layihələrində iştirak eləmək, innovativ metodları tətbiq etmək və təlim sahəsində öz peşəkarlığımı artırmaqdır. Yəni sualı bu formada deyib cavablandıra bilərsiniz. Hələ ki mənə təqdim olunan sırf imtahana düşən suallar budur. Sizlərlə paylaşdım. Kanalı izləmədə qalın, videonu bəyənin. Paylaşa da bilərsiniz ki, başqa insanlar da yararlansınlar ki, müsahibədə hansı suallar düşür. Və bugün yenə bizim müəllimlər müsahibəyə dəvət olunublar. Həmin sualları da ardıcıl olaraq sizlərlə paylaşacağam.